Bu xütbədə çox həssas bir mövzu var. Heç işarə etməmişik buna. İstəyirəm onu Allahın izni ilə işarə edəm qısa olaraq. Bu bundan ibarətdir ki, insanın cəmiyyətdə qarşılıqlı olaraq vəzifələri var. Ailədə necə olmalısan, dostlarla necə olmalısan, dostunla hansı mövqeydə olmalısan və düşmənlərlə hansı mövqeydə olmalısan. Ümumi şəkildə bu cürdür ki, bəli də düşmənlə düşmən olmalısan da. Bu düşmənçiliyin metodları var. Bu düşmənçiliyin mərhələləri var. Qur'an-ı Kərim bu mərhələləri, etapları bizlərə göstərir ki, sizlər düşmənlərlə necə davranmalısınız? Düşmənçiliyin hansı mərhələlərin keçməlisiniz? Bəzi insanlar var, bəzi düşmənlər var ki, onlardan birinci mərhələdə qalmalısın. Bəzilərindən ikinci mərhələdəsən, bəzilərindən artıq üçüncü, dördüncü mərhələlərdə savaşmalısan, cihad eləməlisən. Çox zəngindir Qur'an-ı Kərim və şəriətimiz, dinimiz. Çox gözəl dindir. Sözün həqiqi mənasında. Zərrə qədər boşluq qoymayıb biz üçün. Ki, neyniyək? Bilmədik neyniyək. Allah, sən deyiydin də bizə burada necə eləyək? Deməmişdin axı. Biz bu sözü deyə bilməyəcəyik. Zərrə qədər boşluq yoxdur. İslam dini, bu gözəl din bizim üçün mərhələlər təyin edibdir düşmənlərlə davranışımızda, mövqeyimizdə. Birinci mərhələ düşmənə etinasızlıq mərhələsidir. Quran buyurur ki, də əzahum. Onlar ki, sizi incidir, onları bıraq, öz təmərküzü, öz idarə etməyi qüvvələndir. İkinci buyurur ki, fəəriz anhum. Onlardan üz döndər, onlarla gözəl danış, təsir edici sözlər onlara da izah elədim. Üçüncü mərhələ buyurur ki, vəğluz əleyhim. Onlarla kobud ol, çətin tut onlara. Üçüncü mərhələ budur. Dördüncü mərhələdə artıq buyurur ki, və qatilu fi səbilillahillezine yuqatilunakum. Döyüşüz Allah yolunda. O adamlar ki, sizə hücum eləyirlər. Hücum çəkirlər sizlərə. Qur'an-ı Kərimin cihad haqqında birinci, ilk ayəsi budur. Hicrətdən sonra Mədinə-i Münəvvərədə nazil oldu. Mübarək Bəqərə surəsi 190-cı ayə. Quran buyurur ki, və qatilu, döyüşüz. O adamlar ki, sizə hücum eləyirlər, məhv eləmək istəyirlər, dininizi, özünüzü, sizə vəzifədir ki, müdafiə eləyəsiniz. Diqqət edin, müsəlmanların döyüşü, cihadı özlərindən və Allah dinindən müdafiə etmək üçündür. İslamda cihad bu cürdür. Cihad var, bəli. Nə üçün? Özündən, vətənindən, əhlə-yalından, özündən və Allah dinindən müdafiə etmək üçün. Amma düşmən nə üçün vuruşur? Günümüzdə də bu cürdür, baxız. Düşmən nə üçün döyüşür? Düşmən nə üçün savaşır? Allah nurunu məhv etmək üçün. Allah nurunu söndürmək üçün. Dini məhv etmək üçün. Müsəlmanları məhv etmək üçün, sındırmaq üçün. Dəyərləri məhv etmək üçün. Quran buyurur ki, yuridunə liyutfi'u nurallah bi əfvahihim. Onlar istəyirlər ki, Allah nurunu söndürsünlər. Bax, günümüzə diqqət ediyoruz. Bu mərhələləri mən sadaladım, düzdür? Bizim düşmənlə düşmənçilik mövqeyimiz 4 mərhələdən ibarətdir. Birinci budur ki, hələli işimiz olmur, buraxırıq. Özümüzə köklənirik, diqqətimiz özümüzdə olur, özümüzü qüvvələndiririk. İkinci mərhələ budur ki, onlardan üz döndəririk və çalışırıq onlarda təsir göstərək, moizə eləyək. Üçüncü mərhələ artıq görürük ki, yox, mümkün deyil. Kobud davranırıq,
çətin tuturuq. Dördüncü mərhələ görürük ki, artıq nə olubdur? Bizə hücum gəlir. Məhv etmək istəyirlər bizləri. Deyir və qatilu. Neyiniz? Cihad ediyoruz. Demək, müsəlmanlar cihad eləyirlər özlərin ilahi dini qorumaq üçün, düşmənin hədəfi isə döyüşdən Allah dini məhv etmək üçün.